Sabahınız, hər vaxtınız xeyir olsun. Əlimdəki yaş salfetkanı tutmuşum. Ayaqqabımı silməliyəm. Deməli, mən dünən vlog başlatmışdım. Sadəcə planlarımı dəyişdi deyə artıq bu gün market vlogu çəkəcəm inşallah. Bugün işdən sonra yoldaşımla görüşəcəyik və bir yerdə market alış-veriş eləyəcəyik. İnanın Türkiyədən gələnə bəri ancaq yemək sifariş eləyirik. Demək olar ki, ya da yüngülvari, əl üstü bir şeylər yeyirik. Ancaq çöl yeməkləri yeyirik. İstədik ki, artıq alış-veriş eləyək evimizə və normal ev yeməklərinə başlayaq. Bir də ki, biz yoldaşımla bir yerdə bu həftə 6-cı gün idmana başlayırıq. Bunu çox sevirəm, çünki uzun zamandır yoldaşıma başlayaq desəm də, o ancaq ertələyirdi ki, bu ay, gələn ay, o bir ay, bu bir ay. Nəysə, artıq dedim ki, sən başlasan, başla, amma sən başlamırsan, başlama, amma mən başlayacağam. O dedi ki, yaxşı, mən də başlayacağam. Əslində, özü də evdə idman eləməyi daha çox sevir deyə başlamır. Yəni, belə idmanı çox sevir, sadəcə evdə eləməyi sevir. Ona elə daha komfortlu gəlir. Çünki evdə böyük daşları var, amma mən evdə eləməyi sevirəm. Çünki mənim idmanlarım hoppanıb düşməlikdir və evdə idman eləyəndə qonşular şikayət edəcək. Nəysə ki, həm də fitness gedəndə adam daha özgüvənli, daha yaxşı hiss edir, mən elə bilirəm. Əvvəl istəyirdik ki, yoldaşımla bir yerdə qadın kişi zalı bir yerə gedək. Sadəcə sonradan fikirlərimiz dəyişdi ki, ən yaxşısı qadın ayrı, kişi ayrı zala getməkdir ki, hər ikimiz rahat idmanımızı eləyə bilək. Belə. İndi də işdəyəm. Burada Şəlalə xanımla gəldik, bir səhər yeməyi yedik və indi Sabina mənə srok alıb. Bu mənim ən sevdiyim srokdur, çox sevirəm. Mən ümumiyyətlə uşaqdan bəri sroku çox sevmişəm. Ən sevdiyim növü də eləməz. Heç getdi. Ən sevdiyim növü də məsələ bu markanın çələkli srokudur. Çox sevirəm. İndi çayla bunu içəcəm. Çox mutlu. Estağfurullah. Xəşil oldu bu. Yam. Deməli, axşamınız xeyir olsun. Əgər axşam izləyirsinizsə siz də məni. Çünki bizdə, mən videonu çəkəndə daha doğrusu axşamdır. Bu arada biz Megastore-dayıq. Megastore mənim işimə yaxın ən yaxşı marketlərdəndir. Həm genişdir, həm də qiymətləri yaxşıdır. Ümid edirəm səs hər hansı bir problem yaratmaz. Yaratsa üstünə səs yazmalı olacam onsuz da. Təbii ki, mən bu səsin problem yaradacağını bildiyim üçün üstünə səs yazmalı oldum. Baxın, burada striclər dəhşət endirmə düşmüşdü. Mən normalda strici 3-4 manat arası alıram. Eyni şəkildə folyonda, amma burada 2 manata, hətta stric isə 1 manata düşmüşdü deyə 2 dənə aldım. İstifadə eləyəndə məhsulların özünü bəyəndim deyə yəqin ki, endirimdə olduqca elə gedib buradan stoklayacağıq. Çünki bunlar elə şeydir ki, anidən bitəndə insan biraz qaça-qaça düşür. Bizdə də binanın həyətində elə də böyük bir mağaza yoxdur ki, təəssüf ki, tez düşüb ala bilək. Nəysə, daha sonra zibil paketi lazım idi. Axırıncı dəfə bu zibil paketlərindən götürmüşdüm. Vortexin zibil paketləri çox dözümlü və yaxşı idi. Həcmi də elə üstünə yazılan qədərdir. 60 litrə qədər 10 dənəli. Sadəcə burada müqayisə edirəm ki, rəngləri fərqlidir, qoxular da fərqlidir, qiymətləri də 1 manat fərq vardı. Yəni mən də ona görə qoxunun mənə heç bir fərqi olmadığı üçün bunları götürdüm. Bu 3 manat 69 qəpikdir. Amma sonra fikrim dəyişdi. Orada yeni bir paket də tapdım. Bu da 3 manat idi. Dedim nə fərqi var ki, yəni paketdir. Bunu da istifadə edim. Əgər yaxşı olsa, daha münasib qiymətli olmağı mənim üçün təbii ki, daha yaxşıdır. Daha sonra artıq yoldaşım gəldi. Biz burada yoldaşımla bir yerdə davam eləyirdik alış-verişimizə. Burada da danışmışam, amma təəssüf ki, dediyim kimi mahnı var idi, yüksək tonda. Artıq videonun üstünə səs yazmalı oluram. Ən əsası mağazalarda bu qədər yüksək tonda market alış-veriş eləyəndə elə bilirəm ki, insana mahnı lazım deyil. Bunun yerinə məhsulların qiymətləri barədə və yaxud da elə kampaniyalar barədə məlumat versələr, məncə daha yaxşı olar. Nəysə, qonaq üçün bu salfetkadan alıram mən həmişə. Çox keyfiyyətli salfetdir və onu da səbətimə əlavə eləyirəm. Daha sonra düşünürəm ki, bəlkə çanta üçün balaca yaş salfetka, quru salfetka alım. Sonra yadıma düşür ki, quru salfetkam var, amma bir dənə yaş salfetka götürə bilərəm. Bunu da təbii ki, səbətə əlavə eləyirəm. Daha sonra, deməli, mühabbət endirimdə idi. Əslində, mama mənə tapşırmışdı ki, tamaşa al, o daha yaxşıdır. Sadəcə olaraq mən ailə ekonomiyamı düşünərək və mühabbəti bir neçə dəfə bişirmişəm, hamı çox bəyənib deyə elə bunu götürdüm. 7 manat 77 qəpiyə düşmüşdü. Daha sonra mən deməli, sucuk seçdim, götürdüm. O sırada da Kamran ətlər çəkdirirdi. İzləyicilərimdən biri mənə demişdi ki, qoç ətdən bir dəfə ət alın, dadına doymayacaqsınız. Həqiqətən də elədi. Düzdür, qiyməti deyəsən biraz daha bahadır, amma həqiqətən də ətin dadı möhtəşəmdir. Daha sonra mən belə artıq son zamanlar kari sosundan istifadə edirəm. Kari sosu yox da daha çox kari baharatı.
Azərbaycan da karidir, amma belə kör idi türk dilində. Rus dilində də elə kari olmalıdır. Nəysə bizim evin sevimli yağı da budur. Çərə yağı istifadə etmək üçün ancaq bunu alırıq. Hətta tərkibi ən təmiz olan da budur. Daha sonra həftə sonu baldızım bizə qonaq gələcəkdi deyə diş pastası aldıq belə və diş fırçası sırf onun üçün. Əlavə olaraq sabun da götürməyi unutmadıq. Çünki bizdə ümumiyyətlə sabun çox tez istifadə olunur. Mən bir də saç kremi götürmək istədim. Mən saç kremlərimi marketdən alıram. Eveline-ın bu kremini və Vatikanın bir də bu kremini əvvəllər hər ikisini yoxlamışam. Hər ikisini çox bəyənmişəm deyə bunları götürmüşəm. Hər ikisi mənim saçıma düşür. Amma son vaxtlar saçım dəhşət kəpəklənib. Bunun üçün də mütləq həkimə getməliyəm. Bir də son zamanlar TikTokda, nə bilim Instagramda ancaq qabağıma bu çıxır. Yəni paltara, qaba, qaşığa hər şey tökürlər. Hətta təmizləmədə belə istifadə edirlər və dəhşətli dərəcədə bəyənirlər. Mən dedim alım yoxlayım, görüm necədir, bəyənirəmmi. Sonra təkrar qayıdıram baharatlar bölməsinə və burada baxıram ki, görüm bizim evdə bitən hər hansı bir baharat varsa və yadıma düşürsə onu da götürüm, yoxsa gedib yemək bişirəndə deyirəm, ay da bunu almamışdım və elə bir ki, həmin an mənim üçün o sehir pozulur. Nəysə, bir də bayaqlarım ətləri alırdı Kamran. Mən də gəldim onun yanına seçməyə. Bir də toyuq ətlərini də seçdiyi aldıq. Elə onları da məhz Qoçətin öz ətlərindən almışıq. Millanın bu pendir üçün mənim ürəyim gedir. Başqa pendir yeyə bilmirəm. Feta pendirini hər dəfə marketə gedəndə alırıq ki, mən səhərlər ya da yeməyin yanında bunu yeyim. Əgər xatırlayırsınızsa, otaq təravətləndiricilərdən Glade var idi. Onu tərifləyirdim. Həqiqətən çox yaxşıdır. Sadəcə bu marketdə tapmadıq və bizdə də bitmişdi. Başqa marketdən də axtarmağa həvəsimiz yox idi deyə bu dəfə başqa bir məhsul yoxladıq. Bu da pis deyil məncə. Görmüşəm bəzi yerlərdə o ağ köpük kimi çıxartmır ən azından. Daha sonra qab şampunu. Bizdə düzdür qab şampunu 2 nəfərik. Yəni ona görə də gec-gec bitir. Amma hər dəfə belə böyük boy alırıq. Feridən başqasına düzü işlətmirəm. İstəyirəm ki, bu bölmədə nə var, nə yox, nə alacağımsa hamısını alım bir dəfəyə çıxım. Belə salfet alıram gündəlik istifadəyə. Gah papi alıram, gah bunu alıram. Əslində keyfiyyətdən də elə də fərq görmürəm. Papi 80 qəpikdir, elə o birisi də 80 qəpikdir. Deyə bilərsiniz ki, niyə qonağa ayrı salfet alırsan, gündəliyə ayrı salfet alırsan? Səbəbi budur ki, bu salfetlər çox keyfiyyətsizdir. Yəni mən adicə özüm gündəlik həyatımda istifadə edəndə 2-3 dənəsini birdən silmək məcburiyyətində qalıram ki, əlim qurusun və yaxud da stolun üstündəki təmizlənsin. Amma qonaq üçün aldığım Auranın o salfetləri elə deyil. Bir dənəsi çox qalındır və süfrədə də çox qəşəng görünür. Nəysə 2 dənə süd götürmüşük. Bizim evdə süd çox istifadə olunur. Daha sonra gəldi yenə də süd bölməsinə davam eləyək. Burada belə İran qaymaqları var. Düzdür, deyilənə görə bunun tərkibi yaxşı deyil, amma mən əl çəkə bilmirəm dadından. Sonra gəldik ki, görək bakliyatdan, paxlalardan bizə nə lazımdır. Düşündüm ki, evdə qreçka var, bulgur var, mərci var. Belə baxanda əslində heç birinə ehtiyacımız yoxdur. Sonradan sadəcə yadıma düşdü ki, bulgur sadəcə 1-2 istifadəlik qalıb. Onu dedim, hazır marketə gəlmişəm, niyə də stoklamayım, nə olacaq ki, onsuz da yediyimiz bir şeydir. İzləyicilərimdən biri sağ olsun mənə demişdi ki, belə paxlalı gillərin hamısını çəkinə alın. Həm sərf eləyir, həm də dadı daha yaxşı olur. Mən də belə gəldim, çəki ilə götürdüm. Yəni belə paket olduğuna baxmayın, artıq o rəydən bəri həqiqətən də belə alırıq və belə daha çox sərf edir. Çox haqlıymış həmin xanım, çox sağ olsun. Buradan təşəkkür edirəm. Ümumiyyətlə market alış-verişlərimdə sizdən çox şey öyrənirəm. Hamınız öz fikirlərinizi, öz təcrübələrinizi mənimlə bölüşürsüz. Çox sağ olun, təşəkkür edirəm. Elə belə eləməyə davam eləyin. Çünki mən sözün düzü heç vaxt bu işlərlə məşğul olmamışam. Bizim ailədə ya mamam, ya atam alıb. Yəni ona görə də sizin məsləhətləriniz bu mövzuda mənə çox kömək olur. Daha sonra yenə dediyim kimi baldızım bizə qonaq gələcəkdi. Gəldik belə şirələr alaq. Biz normalda evdə çox da sok falan içmirik. Əvvəllər içirdik, sonradan tərk etdik. Çünki çox ziyandır. Səsim batlayır niyəsə. Gedib özüm üçün çay gətirdim və davam eləyək. Əslində videonun üstünə səs yazmağı heç sevmirəm. Bu həm mənim vaxtımı çox alır, həm də elə bilirəm ki, izləyicilərə tam olaraq o enerjini ötürə bilmirəm. Amma nə etmək olar? Yəni mən düşünməzdim ki, Megastorda bu qədər yüksək səslə musiqi olar. Ona görə məcbur qaldım. Artıq videonu da çəkmişdim. Bayaqda bunu dartıb aparıram. Deyirəm ki, ay Kamran, bu çox ağırdır. Mən bunu sürəmirəm. Gəl sür. Kamran deyir ki, o bizim səbətdir. Sən demə bizimki qalıb burada. Mən də bunu dartıb aparırmışam. Bir abı qızın imiş sən demə o da. Nəysə, Kamran bunu da sürəmirəm. Gəl bunu sür bari. İndi gəlmiş meyvə tərəvəzə, burada alış-verişimizi davam edirik. Elə meyvə tərəvəzdən də 1-2 kadr çəkmişdim ki, telefonum cük-cük elədi ki, yəni zaryadkam qutarır, məni bir sal türklər demiş. Ona görə də artıq növbəti kadrları çəkə bilməmişəm. Bu arada 11 manatdır, fərqindəsiz. Hə,
Deməli, digər kadrları təsvir çəkə bilmədim, amma dedim ki, eyb yox, son kadrlarımı burada çəkim, sonra evə gedəndə nə almışam, nə eləmişəm, hamısını göstərəcəm onsuz da. Orada baxarsınız, görmədiyiniz market alışverişində nə varsa onları müzakirə eləyəcəyik. 200 metr sonra sola dönün. Və biz nəhayət gəlib evə çıxa bildik. Birinci istəyirəm ki, balaca bir işim var, onu görüm. Deməli, əslində aldıqlarımın hamısını göstərdim. Sadəcə olaraq burada da tez-tez göstərib yerləşdirmək istəyirəm. Deməli, birinci bunu çıxartmalıyam ki, eniştəniz bizə steak hazırlasın. Qaburğada 12 manat almışıq. Birinci meyvə tərəvəzləri götürək. Elə paketlərində qoyuram. Normalda açırdım. Sadəcə fikir verdim ki, deyəsən meyvə tərəvəzlərdə nə varsa, bir-birlərinə uyğun gəlmirlər və çox tez xarab olurlar. Ona görə də mamam da dedi ki, yoxla bir dəfə paketlərində qoy, gör necə olur. Bəlkə onda daha gec xarab olarlar. Bu barədə də bildiyiniz nəsə varsa, mütləq mənə yazın. İmən özdə fikir vermişəm. Pomidorla xiyarı açıq şəkildə yanaşı qoyanda xiyar tez xarab olur. Pomidora heç olmazsa da xiyar tez xarab olur. Və pomidoru hər ikisini meyvə tərəvəz qabına qoyacağam. Bu arada bunun içi seçildi bilirəm. Sadəcə olaraq həftə sonu təmizləyəcəm. Həftə içi təmizləmə mümkün deyil. Yəni vaxt heç cür çatdırmıram. Evə gəlib acaq yemək falan hazırlayanda vaxt bitir. Mən də yorğun olurum. Öncə təmizlik işlərimi həftə sonunu həll edəcəm. Buranı da təmizləyəcəm. Narahat olmayın, buranı görməyin. Deməli 2 dənə falqa, 2 dənə də streç almışıq. Burada bir ədəd 1 litrlik kola almışıq. Bir də feyxa kompotu ilə ananas şirəsi almışıq. Onları da xaldeyink artıq yerləşdirdim. Onlar qonaq üçündür. Bu isə indi içmək üçündür. Muhabbətin bu düyüsünü almışam. Bunu qaba doldurmalıyam. Bu isə balaca tomatdır. Mən heç 2 dənə zad yeyəcəm. Yeməyəcəm. Bunu dolduraq bu qədər. Dalma doldurum. Bu qədər qaldı. Bunu da qoyacağım aşağıda saxlama hissəsinə. Əlim dəymişkən safitkadan açıb bura qoyacağım stolun üstünə. Bu bizim mətbəx stolumuzdur. Üstündə tez istifadə etdiyimiz çox şey var. Lazımsız şeylər də var. Amma yığışdıracağım bu videodan sonra. Bunu bir dənə tez çəkim bitirim. Yemək yeyim. Bu zibildir. Bunun birini zibil qabı eləyirəm. Eniştənizdə bizə burada möhtəşəm antrikotlar hazırlayır. Mən burada sabah yeməyim üçün makaron hazırlayıram. İndi də bunu yiyəcəyik. Çox heyecanlıyam. Çoxdan da yemirdik. Bir dənə süd, bir dənə Milan pendirini almışam. Bunları da yerləşdirim. Eləyib, elə bura qoyacağım. Bunları biraz kənara eləyim. Bu sosun yeri əslində buradır. Südlərin də yeri bura. Biri də elə bura yerləşdirək. Mənim vanil və qabartma tozunu qoyduğum belə bir qabım var. Hər dəfə indirimdə olanda alıram. Bunun içine belə doldururam və az-az istifadə edirik. Yaxları belə qoyuram. Bu arada bu ESV fikir verməyin. Bunun içində əslində sirkə var. Sadəcə olaraq ESV-in qabını yuyub ona boşaltmışam. Sonra bu paketi 2 dənə qoyublar. Görək bunun içində var ki belə 2 dənə paketə qoyublar. Deməli kari sosudur. 2 dənə, daha doğrusu kari baharat. Onu niyə sos deyirəm ancaq bilmirəm. Bulgurdur bir dənə. Sonra bir dənə belə sucuk almışıq qoçətin. Qiyməti 7.79 qəpik. Bu arada bunların hamısını göstərmişəm bayaq. Sadəcə olaraq bəlkə nəyəsə göstərməmişəm deyə yeni göstərim. Naş Maloçnik endirimdə idi. Və bir də belə toyuğun döşətini almışıq. 15 manat 75 qəpiyə 6 ədəd. Bu da qoçətini bu arada. Belə bir təmizləyici vasitə almışam. 72% sabun belə deyək də işini görür. Görək necədir. Mama çox tərif edir bunu. Sonra belə bir otaq sprey almışıq. Biz normalda Glade alırıq. Orada da demişdim. Sadəcə indi bu dəfə bunu almalı olduq. Belə bir diş pastası qonaq üçün. Sonra bulgur 2.32 qəpiyə bu qədər. Həqiqətən çoxdur. Zibil paketim. 4 dənə əl sabunu. Bir dənə belə çantaya atmalıq. Bu zibildir. Bir dənə belə çantaya atmalıq salfet. Bir dənə belə fairy. Bir dənə belə saç kremi. Və bir dənə qonaq üçün dəsmal. Bu qədər. İndi bu süfrənin üstünü təmizləyim. Ortaqdakı artıq şeyləri götürüm və oturaq yemək yeyək. Bulguru da bu qaba töküm. Bir qismi qaldı. Onu da saxlama bölməsinə qoyacağım. Bu da buradan belə sallanırmış. İndi gördüm.
Eniştəniz yenə əl qabiliyyətini danışdırdı. Siz bu ətlərin qızarmağına baxın. O qədər dadlı görsəniz, təcil sürət yeməliyəm. Da. Burada qapağını çıxartmısan. Deməli, burada indi biz Türklər necədir? Papaq kimi başıma qoyacam. O nədir? Onu hardan? Bunu mənə Özbəkistandan hədiyyə eləyiblər. Gör nə qəşəng naxışları var. Özü qızıl rəng. Babama da var, mənə də var. Deməli, əgər xatırlayırsınızsa, göstərmişdik biz vlogda. Bəlkə də. Bəlkə də hansısa vlogda çəkmişdik. Nəysə, Kəmran ağzını açıb. Mənə deyir ki, sən bunu çəkəsiydin. Ay, mən bunu açdım uje. Ay Allah, gəl, tez ol, çək. Başımı aldadır indi. Güya ki, sizin başınızı aldadır ki, belə əli ilə tutmuşdu ki, güya bunu atmayıb da. Mənim izləyicilərim səndən məndən çox bilir. Nəysə, ilk dəfə də belə bir şey yoxlayacaq. Bravo marşitdən almışıq. Görək dadı necədir. Qəşəng olsa, mən ümumiyyətlə marş şokoladını çox sevirəm. Dəhşət. İnşallah dadı yaxşı olur. Yavaş indi tökəsən. Cəmi içində 8 dənədir. 3-ü mənim, biri sənin. 8 dənə deyil. Bu burger peçeni kimi. Deməli, bura nə olub? İndi görürəm. Orada biz nəsə elədik. O tüstü verən nəyin adı nədir? O şeyin adı nədir? Onu göstər gələk, onun adı. Biz bura biraz dağınıqdır, üzrlü sayın, amma bizim belə bir məhsulumuz var, hansı ki tütüsü yandırırıq və 100 vlogların birində çəkmişəm artıq bunu. Bu tütüsü yandıran burada yandırmışıq. Deyəsən süfrəmizdə yandırmışıq. Təzə süfrə almalıyıq kocam. Buna Əl-Fatiha. Nə qədər təmizləsəydi getməz. Nəysə, bunu göstərdim ki, Kəmran bu Darenin şokoladlarını çox sevir. Kamran bizə çay süssün. Siz isə videonu like edib mənə abunə olmağı unutmayın. Ümid eləyirəm ki, bu vlog sizin üçün maraqlı oldu. Çalışıram artıq daha tez-tez vloglar atmağa. Çünki bir ara xatırlayırsınızsa bir müddət ara vermişdim. Çünki biraz motivasiyadan düşmüşdüm. Amma izləyicilərim sağ olsun. Həm Instagramdan, həm də YouTubedan mənə çox motivasiya verici cümlələr yazmışlar. Elə isə YouTube'a davam. Hələlik.